Bu günlərdə sosial şəbəkələrdə tez-tez belə elanlara rast gəlirsən. Tək attestatla Türkiyədə oxu, imtahansız Avropada təhsil imkanı. Bəs bu nə qədər realdır? Həqiqətən bu qədər asandırmı? Bu videoda sizə həqiqətləri, təhlükələri və doğru qərar vermək üçün nə etməli olduğumuzu izah edəcəm. Bu sistem necə işləyir? Bəzi təhsil şirkətləri xarici universitetlərlə müqavilə bağlayır. Adətən Türkiyə, Polşa, Litva, Gürcüstan və sair ölkələrdəki özəl və ya dövlət universitetləridir. Bu şirkətlər sənə deyir ki, imtahan vermədən sadəcə attestatla qəbul alırsan. Əgər sən 11-ci sinifi bitirmisənsə, pul ödəyirsənsə, bəli, səni ora yerləşdirə bilərlər. Amma əsas məsələ oxuyacağın universitet və alacağın diplomun gələcəkdə tanınacaqmı? Tutaq ki, getdin və 4 il oxudun. Əgər universitet YÖK tərəfindən tanınmırsa və ya Azərbaycanın təhsilin tanınması agentliyi o diplomu qəbul etmirsə, o sənəd sənin üçün heç bir hüquqi dəyərə malik olmayacaq. Bu nə deməkdir? Magistr oxuya bilməyəcəksən, dövlət işinə sənəd təqdim edə bilməyəcəksən, öz ölkəndə və ya başqa ölkədə diplomla bağlı çətinlik yaşayacaqsan. Düzdür, bütün şirkətlər eyni deyil. Təhsil şirkətləri arasında fərq var. Etibarlı şirkətlər rəsmi qeydiyyatlıdır, müqavilə təqdim edir. Hansı universitetlərlə işlədiyini açıq şəkildə deyir. Sənə diplomun tanınması barədə aydın və dürüst məlumat verir. Qeyri-ciddi şirkətlər isə zəmanət veririk deyib heç bir hüquqi sənəd göstərmir. Şirkətin adı internetdə yoxdur və ya bir neçə ayda bir dəyişir. Universitetin adı tanınmır. Hər şey asandır, sən pul ver deyir. Amma sonra problem səninlik olur. Əgər belə bir təklif alırsansa, bu addımları mütləq yoxla. Universitetin adını YÖK-ün rəsmi saytında yoxla. Tanınır ya yox. Azərbaycan Təhsilin Tanınması Agentliyinin siyahısına bax. Tanınan diplomlardırmı? Şirkətin adına bax. Instagram, Google və ya YouTube-da əvvəlki tələbələrin rəylərinə bax. Heç bir halda müqaviləsiz pul vermə. Mümkünsə, həmin universitetdə oxuyan real bir tələbə ilə danış. Bəzən xaricdə oxumaq istəyi bizi kor edə bilər. Reklamda hər şey gözəl görünür. Amma 4 il sonra diplomun tanınmasa, bu 4 il hədər gedə bilər. Sən də xaricdə təhsil almağı düşünürsənsə, əvvəlcə araşdır. Bu videonu paylaş ki, daha çox gənc gələcəyini riskə atmasın.